Reputasiya hansı rol oynayır? Reputasiya mən deyərdim ki, bizim bir aktivimizdir. Elə bir ayrıca biznes qurmusunuz, onu yaxşı qurmusunuzsa, o siz olmadan belə sizin leyhinizə işləyəcək və yaxud da əleyhinizə. Baxın reputasiya. Biz reputasiya dedikdə ancaq yaxşı insan başa düşürük. Amma reputasiya pis Bu də ola rəhbər bilər. olana qədər, yoxsa rəhbər olandan sonra? Məncə elə əvvəldən başlamalı. Bəli. Müəyyən reputasiyaya görə bizi seçirlər və gələndən sonra o reputasiyanı biz daha çox bərkitmək məcburiyyətindəyik. Reputasiya anlayışı ümumiyyətlə bir insan barədə deyirlər, o bu şeyi mükafatsız buraxmaz. Amma başqa şey də deyə bilərlər. O bu hərəkəti cəzasız buraxmaz. Bunlar ikisi də reputasiyadır. Sənin prinsipiallığın. O qədər səni yaxşı tanıyırlar ki, prinsiplərini. Artıq sən özün gəlmədən sənin reputasiyan gəlir. Özünüz də mənlə razılaşarsınız ki, bizim atalarımızın vaxtında o ağsaqqal deyilən anlayışlar, düzdür indi çox az gəlib çatıb ondan bizim dövrə. Amma söz bütün sənətdən, bütün silahın girmədiyi yerə söz girirdi. Reputasiya girirdi. Başqa bir təsir, güclü təsirin girmədiyi yerə kiminsə bir sözü girirdi. Söz zamindir. Və o sözün kəsəri olmaq üçün sən o reputasiyanın sahibi olmalısan.